Hərəkəsi olmayan hərfə sakin hərf deyilir. Sakin hərfi göstərmək üçün sukun adlanan bu əlamətlərdən istifadə olunur. Qurani-Kərimin bəzi çap növlərində sukun əlaməti olaraq hərfin üzərində bu əlamət qoyulur. Bəzi çap növlərində isə sukun əlaməti olaraq hərfin üzərində bu cür yumru bir formada bir əlamət qoyulur. Bəs nəyə görə sukun əlaməti olaraq bu iki forma götürülmüşdür? Bildiyimiz kimi sakin, yəni hərəkəsi təşdidi olmayan hərflərin tələffüzü hərəkəli və təşdidli hərflərin tələffüzünə nisbətən yüngül olur. Və buna görə də bu əlamət xafifun kəlməsinin ilk hərfi olan xa hərfindən götürülmüşdür. Xafifun yüngül deməkdir. Bu əlamət isə musaqqən kəlməsinin əvvəlində olan mim hərfindən götürülmüşdür. Musaqqən isə sakin olunmuş deməkdir. Əlbəttə, bu sukun əlaməti üçün başqa bir nəzəriyyə də var ki, riyaziyyat elmində sıfırın ədədin olmamasına dəlalət etdiyi kimi, bu sıfıra bənzər sukun əlamətinin də hərfin üzərində olması hərəkənin olmamasına dəlalət edir. Amma biz çox diqqətli olmalıyıq ki, hərəkəsi olmayan hərfə səhvən hərəkə verməyək. Bəzi kəlmələrdə mənanın dəyişməsinə də səbəb ola bilər.